Salam dostlar, xoş gəlmisiniz. Uzun bir aradan sonra Qarabağ yayını ilə birlikdəyik. Çünki biraz işlərimə görə və əslində Qarabağın da Avropada yolu dayandığına görə biraz ara verməli olduq. Amma bundan sonra yayımlar davam eləyəcəkdir. Səsin qısa kontrolunu eləyək. Səs yerindədirsə başlayırıq. Tamam. Deməli, Qarabağın mümkün rəqiblərini nəzər salacağıq və ümumiyyətlə Qarabağın necə bir yol keçəcəyini və bundan da əlavə Qarabağın şanslarını və bütün mərhələləri sizlərlə bölüşməyə çalışacağıq. Salam Elcan bəy, salam hər kəsə. Mən daha çox bütün mərhələlərdən Qarabağın əslində bu mərhələlərdə keçmə şansını dəyərləndirəcəyəm və bunu da deyim ki, gələn il etibarı istər Qarabağın bu ikinci, üçüncü mərhələdəki rəqibləri və ondan sonra Qarabağın digər play-off mərhələsi və ondan sonra gələn bütün oyunlarda Qarabağın bütün oyunlarının analizi, eynilə bir neçə dostumla da analizlər etməyə çalışacağıq. Qarabağın mümkün rəqiblərinə nəzərə saldıqda ikinci kvalifikasiyada bu rəqiblərdən biri gələcəkdir. Helsinki və Walesin komandası New Saints, Riga, RFS Riga Qalatasarayı ilə heç eləyən və Ajax-ı məğlub edən. Digər tərəfdən Finlandiya komandası Vilnius, Finlandiyanın komandası Kuopio, Vilnius Litvanın komandası və Montenegrodan, sonra İslandiyadan Drit, Kosovodan komandalar var və Lincoln Red Imps, Pafos komandası. Yəni Qarabağın bu mərhələdə bir çətinlik çəkəcəyini düşünmürəm. Amma məncə Vilniusun gəlməsi halında eynilə RFS Rigada çox asan olmayacaqdır. Təbii ki, Qarabağı bu mərhələdə məncə sürpriz gözləmir. Amma ümid edirik ki, Qarabağın da əksiklərini söyləmək lazımdır. Xüsusilə də Yasin Benziyanın, Patrik Andradenin, Marko Vesoviçin getməsi və Qarabağda çox transferlər edilməməsi problemdir. Yayıma baxanlar çox sağ olun, rəylərinizdə fikrimi deyəcəm. Türkiyəyə də salamlar, Kudulay bəy, Qarabağa da, Qalatasaraya da, digər komandalara da başarılar. Qarabağın oyunları, yəni birinci, ikinci kvalifikasiya çox çətin olmayacaqdı, amma hələ də bilmək olmaz. Çünki Qarabağın məncə bu ilki performans zəifliyini də demək lazımdır. Ümumiyyətlə keçən ili çox pis bitirməsi və kubokda uduzmasından sonra Qarabağın bu ilə yaxşı başlaması çətindir. Qarabağın bir neçə transfer etməsi lazımdır. Ümumiyyətlə Qarabağın da bir ruh dəyişikliyinə ehtiyac var. Yəni təbii ki, bu mərhələdə çətinlik olacağını gözləmirik. Amma hər şey ola bilər. Qarabağın da performansının düşdüyünü bilirik. Qarabağın keçən ilki oyunlarda ən zəif rəqiblərdən biri olduğunu demək lazımdır. Bəli, Juninho da getdi. Juninho Flamengo komandasına getdi. Sevilla ilə əslində anlaşmışdı. Sonradan Flamengo 2 qat, 3 qat maaş təklif etdiyinə görə ora getdi. Yayımda olanlar yayımı bəyənə bilərsiniz. Mən davam edəcəm. Bundan sonra da yayıma baxıla bilər və bunu da deyim ki, həmin püşkatma günü yəni 18-i kanalımızda sabah, yəni kanalımızda püşkatmada canlı yayımlanacaqdır. İşdən biraz sonra olacaq, amma çatdırarıq. Yəni Qarabağın məncə də ən çətin rəqiblərindən biri Rigadır. Başqa da təbii ki, sürpriz komandalar da ola bilər. Yəni bəzən gözləmədiyimiz bir komanda Qarabağ qarşısında Qarabağa çətinlik törədə bilər, bunu demək lazımdır. Amma hər halda Qarabağın ikinci kvalifikasiyada çətinlik çəkəcəyini düşünmürəm. Boca Juniors Benfica'yı yeniyor, onu izləyə Türkiyəli dostlarımız da yazır. Onu izləyə çünki Qarabağın oyununu, Qarabağ üçün canlı yayım hazırlığı gedirdi. Ona görə onu izləyə bilmədim. İnşallah Qalatasaray yayımları da olacaqdır. Türkiyədən olan dostlarımız üçün, rəylərdə yazanlar üçün deyim. Digər tərəfdən Qarabağın dediyimiz kimi ikinci kvalifikasiyada çətinlik gözləmirik. Sürpriz olmasa Qarabağ bu mərhələni keçməlidir. Yəni Vilnius olsun, Riga olsun, məncə çox asan rəqiblər olmayacaqdır. Eynilə Finland komandaları da çox asan olmaya bilər Qarabağ üçün.
İkinci mərhələni keçdiyimiz halda Qarabağın rəqiblərinə nəzər salsaq, üçüncü kvalifikasiya elədir ki, Qarabağ üçün üçüncü kvalifikasiyada 12 komanda mübarizə aparacaq və bu kvalifikasiyada 10 komanda ikinci mərhələdən vəsiqə qazananlar, ikisi də birbaşa bu mərhələyə qatılan komanda olacaqdır. Tam siyahını tam verə bilmərik, çünki bu siyahıda dəyişikliklər olacaqdır, təzə başqa komandalar gələcəkdir, bir neçə dəyişiklik olacaqdır. Amma mən Qarabağın əgər də transferlər etməsə, Qarabağın bu mərhələdən keçməsini çox rahat olacağını düşünmürəm. Zubir qalır Qarabağda, rəydə yazanlar üçün. Bəli, Zubir hələ ki qalır, getməyibdir. Zubir yaxşı oyunçudur. Qarabağın yaxşı oyunçuları var, amma Qarabağın problemi biraz daha fərqlidir. Qarabağ heç pul, belə desək, yaxşı transfer edə bilmir, heç hətta transfer edə bilmir, belə desək. Ona görə də Qarabağın problemləri çoxdur. Oyunçuların yedəyi yoxdur, əvəz edici oyunçularımız yoxdur. Ona görə də Qarabağda problemlər çoxdur məncə. Mən Qarabağın 3-cü kvalifikasiyadan keçəcəyini düşünmürəm. Hansı halda keçə bilər? Məsələn, məncə Bodoqlimit keçən il Qarabağ udsa belə, Bodoqlimit çox çətindir. Midtjylland belə məncə çətindir. Malmö'nü belə keçəcəyini çox düşünmürəm. Sparta Praha da çətindir. Mən az da olsa Fenerbahçədə onunla baxmışdım. FCSB çox çətindir. Bizi udmuşdular zaten. Yəni burada PAOK mən nisbətən asan ola bilər. Ferencvaroş da asan rəqib deyil. Yəni bunlardan əlavə də təbii ki, rəqib burada dəyişmələr olacaqdır. Bunlar təxmini simulyasiya edilən rəqiblərdir. Yəni bu rəqiblər gələcəkdir Qarabağ ikinci mərhələni keçdikdə. Amma çətin olacaq. Qalatasaray ilə əlaqəli sonda deyəcəm, gözləməniz lazımdır Qalatasaray ilə əlaqədar. Qarabağla əlaqədar dedikdə, yəni Qarabağın bu mərhələnin keçəcəyini düşünmürəm. Xüsusilə də bu Qarabağın bu qədər bərbad planlamasını nəzərə alsaq, Qarabağın bu mərhələni keçəcəyini düşünmürəm. Təbii ki, futbolda hər şey var. Qarabağ bir neçə şey yaxşı etsə keçə bilər, amma mən Qarabağın bu mərhələnin keçəcəyini düşünmürəm. Təbii ki, elə bir rəqib gələ bilər. Buradakı bir neçə komanda dəyişə bilər. Yəni buradakı komandaların 10-u ikinci mərhələdən gələn və 2 birbaşa bu mərhələyə qatılan komanda olacaqdır və Qarabağ hər zaman yəni ikinci, üçüncü mərhələdə əsas listədə yer alacağı üçün Qarabağa daha çox zəif komandalar gələcək. Amma yenə də bu mərhələ çox çətindir. Yəni Qarabağ 3-cü liqa mərhələsini keçdikdə play-off oynayacaqdı, amma burada məncə Qarabağın keçməsi çox çətindir. Yəni mən Qarabağın 3-cü kvalifikasiya mərhələsini keçəcəyini çox düşünmürəm. Yəni keçən il udduğumuz halda Bodoqlimit olsa belə Bodoqlimitə qarşı bizim şansımız da gətirdi. PAOK daha asan rəqiblərdən biri demək olar, amma Qarabağın da formunun düşdüyünü nəzərə almaq lazımdır. Qarabağ əvvəlki Qarabağ deyil. Ferencvaroş bəlkə ola bilər, amma mən Midtjyllandın belə zəif olduğunu düşünmürəm. Yəni çətin rəqiblərdir. FCSB ən çətin rəqiblərdən biridir məncə. Əvvəlki Şta Bukareşt komandasıdır. Belə, digər son play-off mərhələsinə keçid aldıqda Qarabağın play-off mərhələsindəki mümkün rəqibləri biraz daha fərqlidir. Yəni burada çox dəyişikliklər olacaqdır. Bodoqlimit çox çətin təbii ki. Buradakı mərhələdə belədir ki, burdan 5 komanda, ümumiyyətlə play-offdan 5 komanda Çempionlar Liqinin qrup mərhələsinə vəsiqə qazanacaq. Yəni burada hətta Türkiyədən Fenerbahçe komandası da 3-cü kvalifikasiyanı oynadıqdan sonra play-off oynayacaqdı. Qarabağ da eyni elədi. Və bu mərhələdə Qarabağın hətta elədir ki, Qarabağ bəlkə də bu mərhələyə gəlsə, burada belə bir nüans da demək lazımdır. Qarabağın play-off mərhələsində, yəni rəqib çox dəyişə bilər. Bu təxmini simulyasiyadır. Yəni burdan bir çox dəyişikliklər baş verə bilər. Bu bir simulyasiyadır. Yəni simulyasiyaya görə çıxan rəqiblərdir. Amma play-off mərhələsində bəlkə burada gördüyümüz 7-8 komandanın 4-ün 5-ini görməyə də bilərik. Bunlar Elcan bəy, bunlar əslində mənim deyil də simulyasiyanın etdiyidir. Olmaya bilər yəni. Düz deyirsiniz bəlkə də. Amma yəni bunlar simulyasiyanın etdiyidir. Mən təzədən notlarıma baxım. Amma bunlar simulyasiyanın etdiyidir. Mənim özümün çıxardığım komandalar deyil. Simulyasiyaya görə gələn rəqiblərdir. Qarabağ
Yox, bu Zrinski Mostar, Bosniya və Hersegovinanın komandası ola bilər. Elcan bəy, burada ola bilər. Yəni simulyasiyadan aldığım nəticələrdir bunlar. Deməli, Qarabağın 3-cü play-off mərhələsindəki rəqibləri əslində məncə Qarabağın ən çətini olacaq. Hətta Fənərbağçı üçün də elədir. Qarabağ üçün də elədir. Əgər ki, yəni Fənərbağçı üçün də, Qarabağ üçün də bu 3-cü kvalifikasiya çox çətindir. Yəni təbii ki, Azərbaycanın elə bir şansı yoxdur. Rəydə yazan Türkiyəli dostlardan var ki, yəni birinci olanda direkt qatılmaq olur. O Qalatasaray elə olacaqdı və yaxud da biraz reytinq yüksək olmalıdır. Yox, texniki xəta deyil Elcan bəy. Bir neçə komandanın simulyasiya ilə gəlib buraya çıxmasıdır bu 3-cü play-off mərhələsində. Yəni burada çox dəyişikliklər ola bilər. Son nəticə olaraq dediyimiz kimi Qarabağın məncə 2-ci kvalifikasiyanın, 3-cü kvalifikasiyanın keçməsi çox böyük rol oynayır. Qarabağ əgər 3-cü kvalifikasiyanı keçsə, məncə play-offda keçib Çempionlar Liqinə qatıla bilər. Təbii ki, burada da çətin rəqiblər var. Bodo Glimit'in oradan bura gəlməsi də simulyasiya ilə yenə var. Maccabi Tel-Aviv məncə çətin komanda deyil. Yəni görsəndiyi qədər düzdür ki, səni Beşiktaşı məğlub etmişdilər tərəfsiz meydanda, amma yenə də çox çətin komanda deyil. FC Basel güclüdür. Bəli, yəni bunlar çox güclü komandalar deyillər. Belə Elcan bəy, siz çoxdan varsınız izləmələrdə. Mən düzü bir neçə aydır yayım edə bilmirdim. Çünki biraz işlərimə görə, biraz da Qarabağın da Avropa serüveni belə desək bitdikdən sonra biraz ara verdim. Biraz da işlərimə fokus oldum. Özüm də məşqçiliklə məşğul oluram. Onun da videosunu kanalımızda yerləşdirəcəyik. Hər kəs baxa bilər. Digər tərəfdən sabah püşkatmanın canlı yayımı olacaqdı. Bunu da deyim. Qarabağın rəqibləri ilə bağlı məlumat verdik. Qısa olaraq hamısını keçib əslində yayımı sonlandıracağıq. Qarabağın mümkün 2-ci kvalifikasiyadakı mümkün rəqiblərini görürsüz. Və Qarabağın tamam. Qarabağın 2-ci kvalifikasiya mərhələsindəki mümkün rəqibləri Helsinki, New Saints, Riga, Kuopio, Vilnius, Budoknost, Bradibalnik, Breidablik, Drita, bəziləri çox çətin komandalar. Nint, Mostar, Lincoln Red Imps, Pafos. Bu simulyasiyadan Zrinski Mostar burada gəlibdir. Məncə yəni Rigada çətindir. Yəni bura Qarabağ bunu mərhələni keçməlidir. Bunu keçməsə zaten o deyir həqiqətən çox bərbad olar Qarabağın bu mərhələni keçməməsi. Son vəziyyəti nəzərə aldıqda çox da şaşırdıcı deyil, amma yenə də, yəni Qarabağ 2-ci kvalifikasiyanı keçməlidir və buranın keçdikdəki rəqiblərə nəzər saldıq, qısa da olaraq desək, bunlar simulyasiya olan rəqiblərdir. Burada biraz dəyişmələr olacaqdır. Burada onu ikinci mərhələdən vəsiqə qazananlar və 2 yeni komanda olacaq. Qarabağ sadəcə əsas səbətdə olacağı üçün yüksək səbətdə, yəni daha zəif komandalar gəlir, xüsusilə ikinci mərhələdə. 3-cü kvalifikasiyada bir neçə şey dəyişə bilər. 3-cü mərhələdə Qarabağı məncə çox çətin rəqiblər gözləyir. Mən Qarabağın keçməsinə, yəni çox böyük bir şey olmasa, o vaxta qədər yaxşı bir neçə də transfer olmasa, mən Qarabağın 3-cü mərhələni keçəcəyini düşünmürəm. Sürpriz daha asan bir rəqib gəlsə və ya bu rəqiblərin daha bərbad, pis formda olanları gəlsə keçə bilərik və digər tərəfdən son play-off mərhələsinə gəldikdə, mən play-off mərhələsini, bu təbii ki, simulyasiyadır. Play-offdan 5 komanda Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanacaqdır. Ona görə də Qarabağın bu play-off mərhələsindən mənə elə gəlir ki, şansı daha çoxdur. Nəinki 3-cü kvalifikasiyadan. Yəni Qarabağ 2-ci kvalifikasiyanı keçdi. 3-də çox çətin olacaqdı. 3-ü keçdiyimiz halda məncə şansımız çoxdur. Burada təbii ki, bəzi rəqiblər var ki, 3-də qarşılaşa biləcəyimiz play-offda yenə qarşılaşa bilərik, amma yenə də çətin qarşılaşmalar gözləyir, xüsusilə də 3-cü kvalifikasiyada. Dostlar, 3-cü gün, yəni Azərbaycan saatı ilə 2-də yayım 2-də başlaya bilməsəm belə 2-dən biraz sonra
başlamağa çalışacağıq. Yayım olacaqdır. Gəlib siz də fikirlərinizi bildirə bilərsiniz. Püşkətmə canlı yayımlamağa çalışacağıq. Püşkətmə olduğu halda nə qədər çatdırsam, çünki işdən çıxacağam Bon şəhərində. Oradan işdən çıxdıqdan sonra elə iş yerimdə yayım eləyəcəyik. Orada nə qədər çatdıra bilsək yayımı sizlərlə paylaşacağıq. Püşkətmanı analiz eləyəcəyik. Qarabağın rəqiblərini analiz eləyəcəyik və birlikdə müzakirə eləyəcəyik. Kanalımızda yayımı görə bilərsiniz. Bu gündən etibarən siz də yayıma gəlib fikirlərinizi deyə bilərsiniz. Özünüzə yaxşı baxın. Qısa rəqiblərin keçmək istədim. Rəqiblərlə bağlı az da olsa bəzi məlumatlar verməyə çalışdıq. Daha çox əslində hansı rəqiblərlə qarşılaşa bilər deyə. Görüşərik. Özünüzə yaxşı baxın.